Dostlar, bizim səyahətimiz devam edir. Biz bugün məşhur Granada şəhərinə gəldik. Bəzən dostlarım soruşurlar ki, sən niyə belə bir marşrut seçmişəm? Birinci, bu Andaluziya başdan ayağa tarixdir. İkincisi, burada müsəlman hakimiyyətinin son hakimləri olublar. Nəsrid sülaləsi və onlar çox əfsuslar olsun ki, 1492-ci ildə Izabella Kastilskaya və Ferdinand Aragonski tərəfindən şəhər alınıb, yəni açarı veriblər ki, savaşsız, davasız Granada şəhəri onlara təslim olub. Və bu Izabella Kastilskaya tarixə çox böyük iz qoyub, Kolumbu maliyyələşdirib, ölkədəki bütün ölkəni xristiyanlaşdırıb, məhz katolik xristiyanlarını, müsəlman və yahudiləri öz ölkəsindən qovlayıb çıxardıb. Yaxşıdır, pisdir, belədir də, İspanlar üçün yaxşıdır. Və bu şəhərdə deyib ki, mənə üçün bir kilsə tikin ki, bu ölkə Granada müsəlmanlıqdan keçsin, yəni İslamdan, İslam mədəniyyətinin xas olan binalardan değişilsin və yəni bir kilsə tikilsin. Və özü də xahiş edib ki, mən öləndə məni burada dəfn edin. Bax, bu dəfn olunan kapella, bax bu gördüyünüz kapella, bax bu bütün böyük bir əzəmətli kilsəyə əlavə olan, elə belə də deyirlər, kapella. Bax, bu kapellada həmin məşhur Izabella Kastilskaya və onun həyat yoldaşı dəfn olunub. Ferdinand Aragonski. Ondan əlavə onun qızı Juana, yəni Juana Bizumnaya deyirlər, yəni biraz problemi vardı onun və həyat yoldaşı Filip Krasivi, onlarla bir yerdə. İçəridə çox əfsuslar olsun ki, nə qədər çalışdımsa çəkməyə icazə vermədilər. Burada dəfn olunublar.